Bezdiriblər milləti. 4 il gedib Qarabağda canımı qoymuşam. Ne görmüşəm, heç nə. Havayı vuruşmuşam mən. Bütün qarnım başım tırıq-tırıqdır. Qayı saxlayanda deyir, sənə Qarabağ əlli eləyəm. Deyir, gözüm aydın deyir. Niyə? Mən sənəsin gedib torpaq qoruyanda sən burada kef çəkirdin. Mən gedərəm, mən oğlanlarımı verərəm bundan sonra müharibəyə, heç vaxt vermərəm. Öldürürəm ama verməm. 10 milyon əhali varsa onun 1 milyonu yaxşı yaşayır. 8-9 milyonu az yalavay. Həddindən artıq açıq-saçıq giyinmək, yəni bizim kitabımızda var ki, gecə aylığın yanında, işıqda da sən o cür gəzməyə sənə səlahiyyət verir. Yenə deyirəm, normal ailə deyəndə ağzınızda normal ailə deyirsiniz. Bu ailə öz-özünü tənzimləməlidir. Bura nə psixoloq ehtiyac deyil, nə kimsə gəlib qıraqdan nəzarətçi olmağa ehtiyac deyil. Qutarın belə məsələləri. Psixoloq gəlsin, psixoloqlarım 90% araşdırır, özünün ailəsi yoxdur. Mənə nə gəlib ailədən danışacaq? Mən Allah haqq əsəbləşirəm. Psixoloqların gedin araşdırın. Səhv deyirəmsə mənə lənət. O psixoloqların özünün ailəsi yoxdur. Boşanı deyək ki. Hamının anası da, başlı da, namusu da, qeyrəti də bu torpaqdır. Bu torpaqda kim qalacaq? Mərdi meydana qalacaq. İnsan bir dəfə həyata gəlir, o da mərdi meydan ölməyə. Öləndən sonra sənə namərd kimi öləndən sonra sənə güc çalışına ki, sənin nəslindən ləcəmədir, mərd adı versinlər. Namərd nəsildə qalacaq elə. Hərəniz bir nəsil bu köksünüz. Ölümün içine düz baxın, ha, ölüm haqqdır. Ölümü harada tut orada öldürəcək. İstəyirsən burada olasan, istəyirsən arxada olasan. Döyüşdən, torpağı belə yaralı vaxtında qov getmək. Mən heç nə saymıram, namərdi sayıram. O müharibə gedən rayonların hər birinin icra başçısı var. Hamısı da bahalı adam da baxan, görünüşünə baxan adam bunlarda adam sayar. Neçəsinin əlində hərbi forma görüldü. Simvolik olaraq. Bax, simvolik. Otur Mercedesində hərbi forma giyin. Neçədən deputat var oranın? Hamısı yaxalarına salıb bir dənə ordeni Bakının küçələrində Mercedesdə gəzirlər. Postlardan da belə deyək, yoxlanışsız keçirlər, böyük bir şey. Ha, sən ged o Rusun postundan keç də. Sən ged o erməninin içində, o döşündə o Milli Məclisin bayrağını görsün oradakı Xankəndindəki ermənilər, bilsin ki, artıq bura kimin torpağıdır. Orada 12 min Xankəndi Azərbaycanlı qeydiyyat var. Hər ailə bir ev al ver. Bu yazıq elə 2 gündən bir də tutub basırlar. Kamil Zeynallı. Bu gedib orada keçə bilir filan, elə tutub. Get tutul. Salab get tutulu üstə yat. Denən ki, mən torpağıma getmək üçün get bəlkə boşa da düş də. Əskər öz qanı bahasını aldı. Sonra get göstər də, göstər görüm nə dərs verirsən də. Ayağınız bir vətən palçığına bulaşsın da bahalı ayaqqabılarınız. O 200 minlik Mercedesləriniz bir Şuşanın palçığına bulaşsın da. Ana danışıb Dilbuğa baxır. Axırına kimi. Can ey şəhid, sənə qurban ey şəhid. Məzarın nur ilə dolsun hər bir an ey şəhid. Görürsən Hüseyin Dəryanın ürəyində kimsə var yoxsa yox? İstər qadın, istər kişi. Hər bir insanın qəlbi 2 otaqlı mənzildir. Sadəcə bir otağı, qapısı. Kimisində əbədiyyətə qədər əbədi bağlı qalır. Kimisində açılır. Mən prezidentimizdən xahiş edirəm, təvəqqə edirəm. Vəzifəyə qoyulan adamlar yoxlanılsın, qardaşım, qanunu, sənəti, bazı təhsilinə də ona əsasdan qoyulsun. Bu anası, arvadı erməni olanları Klitçova yerlərə qoymaq olmaz, dövlət sirlərini satar mı? Necəsən? Elhamdülillah, işin gücün. Yola yerdə şükür Allah. İşindən alsın. İnşallah. İşimdən də, bəli. Allah'tan da razıyam, işimdən də razıyam. Nə işlə məşğulsun? Biznes. Nə biznes? Biznes yəni şu hel yığıram, sataram. İçəkən deyiləm, bişən deyiləm, narkoman deyiləm, yanıqsa deyiləm. Pul verirəm ailəmə, gelip pazara gətirib yerdə yeyirik, işedik.
Allah köməyinə. Bəli, yeyir toqatını şirik altı limonatı. İşki olmaz ki qeydə Quran var. Nə arzu edirsən? Ne arzulayım? Arzu edirəm ki, erməniləri gəbərdək. Ondan sonra keçik qərbi Azərbaycan vətənim olar. Həqiqi vətənpərvər odur ki, o hansı vəzifədə olmasından asılı olmayaraq öz vətənpərvərliyini ifadə edir. Mənim əskərim ac qalıb, paltarı həftələrlə çinməyib. Nədim at paltarı olmur, corab olmur, soyuğa düşüb, qara düşüb və s. Bunun müqabilində o vətənpərvərlik hissi onda zəiflənmir, əksinə öz qanı ilə, canı ilə vətəni müdafiə şəhid olub, ac qarnına gedib şəhid olub. Sən indi müharibə qutarıb, heç olmasa indi bu əskərə sən bax, indi bu əskərin əyləşdiyini düzəl, indi başda sən orduda nizam-intizamı bərpa elə, o əskərin yeməyini satan adamları araşdır, hamısını həbs elə, əskərin paltarını satanları, əskərə çatmalı olan vəsaiti oğurlayanların haqqında ən sərt tədbirlər ki, bu nə deməli şeydir? Əskər şikayət edir ki, bizə yemək yoxdur, sigaret yoxdur, hər şey burada satılır. Onu ilə, bunu ilə, kimsə də yox, bu əskər bir də sauna istəyir. Əlbəttə sauna istəməlidir. Qarabağı azad edən bir əskərin sauna istəməsi qədər təbii nə ola bilər ki? İstəməlidir və biz onu təmin eləməliyik. Mən də sənin səhvini çıxartmaq istəyirəm. Sən mənim sualıma cavab ver, mən sənin səhvini çıxartacağam. Evlisən, subaysan. Evliyim. Üzr istəyirəm. Çox üzr istəyirəm ifadəmə görə. Buna görə mən üzrümü istəyirəm. Sözünü deyir. Bir gün yoldaşın gəlsə ki, mən kluba getmək istəyirəm. Qoyarsan getmək istəyirəm kluba, nə bilim. Harası getmək istəyirəm, qoyarsan. Hə, qoyaram. Kaş mənim arvadım siqaret çəkərdi, quranda ondan alar. Gələcək nəsilləriniz bax bu adamları görəcəklər, bu adamlardan bəhrələnəcəklər. Balalarınızı qoruyun. Elə bil ki, fəxr edirlər, Zahir bəy. Bugün 2500 adam cərimələndi. Qardaş, 2500 adamın evini yıxdınız bugün. 2500 adamı əlavə xərcə saldınız. 2500 adamın uşağının çörəyinə göz dikdiniz. 2500 adamın kredit pulunu aldınız əlindən. 2500 adamın ayaqqabı pulunu aldınız. Yəni 2500 adamı cərimələdik, belə cərimələyənsizsə, o Fairmont oteldə tutduqlarınızı 200 manat onlara nədir ki, 1000 manat, 2000 cərimələdə onu. Tut da suqqalıq ver də onlara. Verə bilməz axı, bu dəqiqədə böyük əksəriyyəti də gizli formada işləyir zaten. Onların obyektlərin hamısı da işləyir. Sizin üçün dünyada gözlənilməz nə ola bilər? Gözlənilməz ermənilərin adam olması ola bilər, o da olmayacaq təbii ki. Sen de oğlum ki, ne de darhatsan? Şəhətlərin cüzüksüzlüğü, şəhətlərin cüzüksüzlüğü, elə vurursan. Zəhmət olması, qazı havaya edin, işığı havaya edin, suyu havaya edin. Qəpik quruşu idi Sovet dövründə. Hamı yaxşı həyəti işıqlı idi, evi işıqlı idi. Bütün evləri hamısı qazlaşırdı. İndi gedirsən 10 illərdir mən gedirəm balaca 5 dənə 6 dənə otağın yerində bir dənə otağa yığışır cəmaət bir dənə balaca qaz yandırır, işıq yandırır. Tez dalıcan söndürür. Bu bizim nailiyyətimizdir. Bununla biz hara gedir. Biz evlat tərbiyə eləyə bilmirik. Başa düşdük. Evlat tərbiyə eləyə bilmirik. Şərab evləri gündən-günə artır. Kazinolar gündən-günə artır. Onların gündən-günə sayı çoxalır. Azərbaycanda bir baxın nə qədər boşanmalar var. Nə qədər tərbiyəsiz qadınların sayı artır. Nədir bunların axırı? Mən Allaha and içirəm ki, mən ölən günümü fikirləşirəm. Allahım, mən dünyadan gedəndən sonra görəsən nəslim nə gündə olacaq. Yazıqlar o cavanlar. Heç nə görmürlər. Tərbiyəsizlikdən başqa heç nə görmürlər. Bayram çıxırıq lüt qadınlar. Başalıb gediblər. Alt paltarında gəzən qadınlar. Abrımız, həyamız gedib. Gedin onları yığışdırın. Bura Avropa deyil. Bilin ki, qəbul eləmə sözdə bura müsəlman ölkəsidir. Bir ədalətli şah olur. Ölümünü hiss edir, övladını bir gün yanına çağırır. Deyir, oğul, sənə 2 vəsiyyətim var. Bir, öləndə məni corabla dəfn eləyərsən. Bir də ən çətin vaxtında bu məktubu oxuyarsan. Vədə tamam olur, Allahın hökmü ilə insan dünyasını dəyişir. Adamı yata, yumağa götürürlər kəfənləmək üçün. Oğlan deyir ki, atamın vəsiyyəti var, corabın ayağından çıxartmayın. Qazi fitva verir ki, şəriət imkan vermir. Şəriət deyir ki, anadan necə dünyaya gəlirsən, o şəkildə də yuvata götürüb kəfənlənməlisən. Oğlan qalır vəsiyyətlə şəriətin arasında, deyir ən çətin vaxtımdır. Açım görün bəlkə atam nə yazır.
Açıq deyir oğul, dünyanı fəth edən bir şah kimi bu dünyadan apara biləcəyim bir şey olmadı. Məni bir corab aparmağa qoymadılar. Ədalətli ol. Beni katil mi edeceksiniz lan? Katil mi edeceksiniz beni burada? Şerefsizler! Lan defolu gelin! Bırakın lan! Bırakın lan! Bırakın! Bırak! Şimdi mi tuttu lan delikanlınız? He? Adam bir saattir kadın dövüyor lan burada. He? Şimdi mi tuttu delikanlınız? Zevk mi alıyorsunuz oğlum kadının dayak yemesini izlemekten? Sizin var ya, hepiniz bir olsanız bir tane adam etmezsiniz lan. Tüh lan şerefsizler! Xanımlarımızı ən çox necə sevindirə bilərik? Məncə biz kişilərin varlığı ümumiyyətlə qadınları xoşbəxt eləməyə yetir, sadəcə biz gərək kişi olaq. Я понимаю, что армянские боевые подразделения были на территории Азербайджана, и азербайджанцы даже взяли знамена, но это на территории Азербайджана, Надана все-таки. Давайте называть Карабах Карабахом, давайте так, ладно? А то мы с вами до утра будем сейчас спорить. Нет, Надана, Карабах это Азербайджан, я спорить не буду. Кто хочет, пусть идет к азербайджанским солдатам, и они ему объяснят, что и где, и чья территория.